100 olmalıydı. 100 olmadığı üçün burada deməli doğru deyil bu da. 100 100'dür, 100 rəqəmdir, say çoxdur, ona görə country cəmlənməli idi. Doğru cavab deməli D variantıdır. 1000 students tam doğru cavab budur. 34-cü suala keçirik məhsul növdə. Məhsul növdə nəyə diqqət yetirməliyik? Biz məhsul növünün to be fe'linin və fe'li sifət 2-nin doğru istifadə olunması. Baxdığımız kimi birinci cümlədə was being ifadə doğru deyil. Yəni bu has been invented olsaydı bəlkə də doğru olardı. Ona görə bu variantı götürmürük. Və ink təkdədir. Mürəkkəb. Burada have olmalıdır. Has olmalıydı. Ona görə bu doğru deyil. Sonra burada to be fe'li gəlib discover yazılıb. Bu discovered olmalıydı. İdi ilə olmalıydı. Ona görə doğru deyil. Və visitdən sonra visited olmalıydı. Ona görə bu variant da doğru deyil. Və tam doğru cavab. Axırıncı Life of Mississippi was written by Mark Twain. Doğru cavab sonuncu variantdır. Passive voice-in istifadə olunması. Yenə diqqət yetiririk nəyə? Burada sual cümləsində how-dan sonra mütləq xəbər gəlməliydi. How were these drawings olmalıydı. Bu doğru deyil. When, nə zaman, nə göndərildi. Managers öndə olmalıydı. Buna görə doğru deyil. When-lə bitmiş zamanın sualı has, have işlənmir. Buna cümlə quruluşuna görə doğrudur, amma qaydaya görə ziddir. Who was the pyramids constructed by? Bir də diqqət yetirək. Who has this building designed by? Bu iki varianta diqqət yetirək. Doğru götürə bilərdik D variantını, amma piramida cəmdə olduğu üçün biz burada was yox, have, were-dən istifadə etməlidir. Who were the pyramids constructed by olmalıydı. Ona görə bu doğru deyil. Doğru cavab sonuncu Y variantıdır. Mübtəda xəbərin uzlaşmasına diqqət yetirək. Burada vicdanlılıq və intelligentin ikisi bir yerdə olmağına buna hələ ki okey deyək. A'dan istifadə edə bilərik. Having good computer skills söhbət kompüter bacarığının olmasından gedir. Burada is olmalıydı. Soyuq içkilər tastes yox, üçüncü şəxsin tək tastedir. Sonra burada substantivləşmiş sifətdir. Substantivləşmiş sifətdən sonra is deyil, are olmalıdır. Bildiyiniz kimi bunun cəmidir. Sonra isə Çinlilər milliyyət bildirdiyinə görə burada cəm olmalıdır, have olmalıydı. Doğru cavab elə birinci götürdüyümüz, okey dediyimiz cavabdır. Yenə mübtəda xəbərin uzlaşmasından baxaq. Baxırıq ki, xəbərlərdir. Xəbərlər üçüncü şəxsin təki ilə doğru gəlir, biri götürə bilərik. Və there improvements olduğuna görə has yox, have been olmalıydı ki, səhvdir. İkilərə baxmırsınız, test edəndə bu cür edin ki, sizə asan qalan variantlar arasında qalın. Sonra diqqət yetirək, burada 4 hours 4 saat görünür. Burada söhbət 4 saatlıqdan getdiyi üçün Azərdən or bağlayıcısından istifadə olunur və doğrudur. Ya stansiya, ya kino. Deməli, 3 doğru variantdır. Üçüncü variantı doğru götürürük. Birinci variantı doğru götürürük. Və baxırıq, beşincidə isə 5-ci variantda doğrudur. Düzgün cavab B variantıdır. 38-ci suala nəzər yetirək. Yenə mübtəda xəbərin uzlaşmasıdır. A number of-dan sonra mütləq isim cəmdə gəlir, xəbər də cəmdə gəlir. Bu doğrudur. The number of-dan sonra isə isim cəmdə gəlməsinə baxmayaraq xəbəri təkdə gəlməli idi. Ona görə ikinci variant doğru deyil. Və bir neçə few sayıla bilən isimlərdən işlənir. Sayıla bilən isimlərdən işləndə read olması read olmalıydı. Çünki üçüncü şəxsin təkini bildirmir, cəm göstərir. Ona görə üçüncü variantı da
Biz doğru götürmürük. Görək 1, 4 yəqin ki, doğru cavab. Və the number of dediyimiz kimi cəm gəldi və has gəldi. Bu da doğrudur. Və bütün teenagerlər istifadə edir. Uses yox, use olmalıdır. Ona görə bu variant da doğru deyil. Düzgün cavab B variantıdır. 39-cu testdə qeyl sözünə baxaq. Qeyl sözünü biz əzbər bilməliyik, yoldaşlar. Bunu əzbərləməliyik ki, qeyl güclü küləkdir, fırtınadır. Artıq bunun başqa bir yolu yoxdur. Biz bunu variantdan baxsaq, nə etsək də, biz bunun tərcüməsini bilməliyik ki, tərcümə yağışdan, küləkdən olan bir stormdur. Yəni, doğru cavab. Bu testdə səhv etmirəmsə, bu sual demək, doğru cavab əslində is very strong winddir. Çünki məktəb kitablarında da bunun izahatı verilir. Bu biraz rain'e görə biz burada şübhəli qalırıq. Yəni, rain olmamalıydı. Doğru cavab A variantıdır. 7-ci sinifdədir, səhv etmirəmsə, məktəb kitabları 7, 8, 9-cu sinifdən ən çox düşən, olan istifadə olunan suallardır. 40-cı suala baxırıq. Bu 40-cı sualda da yenə də biz bunun tərcümələrini bilməliyik. Blame günahlandırmaq da accuse-da. Ona görə biri sinonim budur. Və scold danlayırsan, praise tərifləyirsən, bu ola bilməz. Reply-dan respond cavab verirsən, bu da doğru cavabdır. Demək, biz nəyə ikilərə baxmırıq. Yenə qeyd etdiyim kimi variantlara diqqət yetirin, çünki siz imtahan verirsiniz. Ruin dağıtmaq, protect qorumaq, bu doğru deyil. 4-lərə də baxmırıq və keçdik 5-ci variant doğru görək. Əslində 1, 3 doğrudur. Sadəcə biz yoxlamalıyıq ki, 5-ci variant doğrudurmu? 5-ci variantda da raise qaldırmaq və yaxud da qalxmaq. Bunlar heç bir-birinə uyğun gəlməyən bir şeydir. Buna görə düzgün cavab 1, 3-dür. Yenə deyirəm, tərcümə olanda biz məcburuq sözlərin mənasını tərcümə ilə öyrənək. Burada nə deyir? Burada baxaq görək ki, bizdən nə sual verir. Life, həyat, sən deməli, həyat nə qədər uğursuz olmağı ilə ölçülmür. Bu uğursuzluqdan sonra deməli, nə qədər ayağa qalxdığına ölçülür. Nə qədər sən ki, dirçəlirsən, ayağa qalxırsan, ondan ölçülür. Biz bunun variantını tapmaq üçün bunu uyğun gələn bir nəticəyə gəlməliyik. Birincidə gördüyünüz kimi uğursuzluqdan sonra çətinliklə ayağa qalxa bilərsiniz. Burada əslində çətinliklə ayağa qalxa bilərsiniz yazılıb. B variantında həyatınız adventureslə, yəni macəralarla doludur. Burada həyatınız uğursuzluqla doludur. D variantında həmişə nə qədər uğursuz olduğunu xatırlayın və uğursuzluqdan sonra təslim olmamaq lazımdır. İndi baxaq görək, bu nə ilə ölçüldü? Təbii ki, sonuncu variant. It is necessary not to give up after your failure. 42-ci testə nəzər yetirək. Yenə də burada məntiqdən tərcümə ilə yenə biz bunları tərcümə etməsək düzgün deyil. Deməli, su solid ola bilmir donandan sonra. Yəni, bərk ola bilmir. Əslində, su bərk olur. İstilik buzu əritmir. Əslində, əridir. Gördüyünüz kimi, sadəcə biz tərcümələrə diqqət yetiririk. Tərcüməsini bilməsək, biz bunları edə bilmərik. Sonra, vitaminlərlə zəngin qidalar almaq məsləhət deyil. Vitaminlər, minerallar xəstəliklərə qalib gəlir. Təxmini belə tərcümə edirik. Qorxaq, cəsarətli və çalışqan insandır. Heç bu uyğun deyil. Deməli, doğru cavab D variantıdır. Vitaminlər xəstəliklərə qalib gəlir. 43-cü testə nəzər yetirək. Burada da idiomlara baxaq. Kimisə əsəbi ilə oynamaq. Və bu idiomda baxaq görək ki, doğru cavab nədir? Deməli, əslində bunun asan bir variantı var. Burada rahatdır bunu tapmaq. To make somebody angry, annoyed. Burada məsləhət vermirsən və yaxud da kimisə qulluq eləmirsən.
tərk etmirsən, to work better or leave və yaxud da kimləsə razılaşmırsan. Doğru cavab C variantı da asan təşkil olunmuş bir testdir. Keçək biz digər bölməyə. Mən bacı qızı, qardaş qızım üçün darıxıram. Nə zaman darıxıram, niyə darıxıram? Biz bunlara baxaq. Kimdən ötürü darıxırsan? Uzun müddət görmədiyin insan üçün. Bu məntiqdə biz bunu diqqət yetirsək, uzun müddət görmədiyim insan üçün darıxanda doğru cavab budur. Hər gün görürsənsə necə darıxırsan? Mənə tez-tez zəng vurur və hətta eyni universitetdə oxuyuruq və evin yaxınlığında yaşayır. Yəni bunlar heç biri uyğun deyil. Yəni tərcüməyə diqqət yetirək. Sonra yenə də mənasına baxaq. Ətraf mühit problemləri ümidsizdir mənası nə deməkdir? Yəni bunun mənası, düzgün cavabı it is possible to solve environmental problems. Doğru cavab B variantıdır. Burada çətinliklə həll oluna bilər. Ümidsiz deyil axı deyir. Burada deyil. Deyildirsə də demək ümidlidir. Ümidli olanda da inkar ola bilməz. Burada A not worse-dür. Heç həll etməyinə dəyməz. Və də crucial mümkün deyil. Is not crucial doğru cavabdır. Yenə də həll oluna bilməz mənası ilə. Düzgün demir. Ümidsiz deyil. Yəni ümidlidir. Biz əslində bunu deyirik ki, hopeless deyəndə not hopeless possible to solve deməkdir. Possible to solve düzgün cavabdır. Və mətni oxuyuruq. Mətni oxuyub tərcümə ilə biz bilməliyik. Mən sizə tərcüməsi ilə bunu tam doğru olaraq deyirəm. Biz mətni oxuyanda biz nəyə baxırıq? Birinci, burada heç bir məktub yazılmayıb, ona görə biz tərcümə edirik. Uzun illər əvvəl, demək, Buckingham sarayı kraliçanın tanımadığı insanlardan hədiyyə qəbul etmədiyini elan edir. Ki, tanımadığı insanlardan hədiyyə qəbul etməyəcək. Sonra bu elandan sonra, deməli, Amerikalı bir hot dog firması ona bir qutu hot dog göndərir. Çünki atası Kral George Amerikaya deməli, səfəri zamanı, səfər edəndə ilk dəfə hot dog yediyini günün il dönümü olubdu. İndi burada söhbət nədən gedir? Cavab yoxdur. Buna aid olan cavab yoxdur. Bu sualların cavabı bu mətndə yoxdur. Kim ilk dəfə hot dogu dadıbdı? Harada daddı? King George nə qədər hot dog göndərdi? Burada yazılıb bu nə qədər hot dog göndərdi? A box of. Bir qutu hot dog göndəribdi. Sonra nəyə görə göndəribdi? Amerika filmi göndərib, firması daha doğrusu firm və bu bir qutu hot dog nə vaxt göndərilib? Gəlin baxaq görək düzgün cavab hansı olacaq. Burada oxuduğumuz kimi kim ilk dəfə hot dogdan dadıb? Baxaq görək hot dogdan ilk dəfə kim dadıb? Varmı elə bir cavab? Kral George ilk dəfə öz hot dogunu Amerika vizitində yeyib. Yetirək ki, bir qutu hot dogda nə qədər olubdu? Qutuda var. Burada amma nə qədər olduğunu vermir. Qutunu verib özünü göstərməyibdir. Nə qədər olduğu göstərilməyib. Keçdik digər bölməyə. Mən də bunu tərcümə ilə sizə deyirəm. Görək, ümumiyyətlə, belə testlər edəndə, mətnlə bağlı olan testlərdə, deməli, main topikdən axırıncı, sonuncu, summarizing bölməsinə diqqət yetirməliyik ki, onu bir-birinə tamamlamalıdır. Testin izahatını növbəti videoda izah edəcəm.